Bu, Mərkəzi Rayon Təhlükəsizlik və Maarifləndirmə İdarəsinin mesajıdır. Zəhmət olmasa sakit olun. Bütün tələbə və işçilərə otaqlarında qalmaq və sinif tərəfindən verilən istənilən şifahi və ya yazılı təlimatlara əməl etməmək tövsiyə olunur. Bu xəbərdarlıq müəllimlər üçün dərhal qüvvəyə minir. Təxminən saat 08:13 radələrində rayondakı bir neçə məktəbdən şagirdlər müəllimlərinin dərs planında olmayan qəribə əmrlər verdiyini bildiriblər. Əvvəlcə bu tapşırıqlar adi görünürdü. Şagirdlərə ayağa qalxmaq, arxa divara baxmaq və ya yad bir tezlikdə zümzümə etmək deyilmişdi. Əmrlərə tabe olanlar əvvəlcə səssiz idilər. Nöqtə hesabatlarına görə bu şagirdlər açıq şəkildə gərgin görünürdülər. Donub qalmamışdılar, lakin çox passiv idilər. Sanki divarların arxasından gələn qəribə bir şeyi dinləyirdilər. Hadisədən təsirlənmiş müəllimlərdə qəribə fiziki dəyişikliklər müşahidə olunur. Onlar danışarkən hecaları həddindən artıq uzadır. Gözlərini qırpmırlar və təbəssüm etsələr də bu gülümsəmə gözlərinə çatmır. Yəni emosiya yoxdur. Bir şagird bildirib ki, müəllimi sinfə deyib, siz hələ tam formalaşmamısınız. Sonra daha səliqəli dayanmaq əmri verib. Yalnız həmin şagird əmrə tabe olmayıb. Hazırda nöqtənin təsdiqlədiyi yeganə təsirlənməmiş şəxs odur. Mübahisəyə girməyin, çağırışlara cavab verməyin. Əgər müəlliminiz sizə şirniyyat və ya tərif təklif edərsə, imtina edin. Bu jestlər nəzakət deyil. Onlar hazırlaşırlar. 10 dəqiqə əvvəl Mərdanlı İbtidai Məktəbində direktor müavini 3A sinfinə daxil olur. O, qapını açmayıb. Qapı özü açılır. Uşaqlar içəridə mahnı oxuyurlar. İnterkom söndürülür. Amma səs hələ də eşidilir. Zəhmət olmasa yerinizdən tərpənməyin. Zərurət olduqda qapınızı kilitləyin. Təkrar edirik. Müəllimlərin bugün verdiyi, lakin artıq tədrislə əlaqəsi olmayan təlimatlara əməl etməyin. Onlar işçi heyəti seçirlər.